Deməli, sualı necə həll edirik? Doymuş bir atomlu spirt. Məsələn, formulunu yazıram. CN H2N plus 2O. Emerimiz nədir? 14N plus 18. Bunu qıcqırtdıq, aldıq turşu. CN H2N O2. Bunun kütləsi nə qədərdir? 14N plus 32. Deməli, bax, bunu A qəbul eləsək, bura olar A plus 14. Çünki 14 hissəsi eynidir. 18 ilə 32 arasında da 14 fərq var. Buradan da keçdik monoamin turşuda. Düzdür? NH2, CN, H2N, COOH. Deməli, onda burada necə gedir? Deməli, bir də hidrogen çıxırıq, üzərinə bu NH2-nin kütləsini, yəni 16-nı gəlirik və olur A plus, deməli, burada 29. Bax, bu oldu bir dənə amin turşumuzun kütləsi. İndi tetrapeptid deyirsə, bu ifadəni 4-ə vururam və çıxıram 3 mol su. 3 vurmaq 18. Bu eləyir 4A, üstə gəlmək, deməli 80, üstə gəlmək 36. 116, çıxmaq 54. Bu da eləyəcək 4A plus 62C bəndi. Bu məsələni necə həll edirik? Monoamin monokarbon turşusunun əmələ gətirdiyi dipeptidli hidrogen atomlarının sayı 2A'dır. Nəzərə alaq ki, amin turşu, 2 də eyni bir amin turşu, dipeptid əmələ gətirəndə bu amin turşudan, bunlardan 1 mol da su çıxır. 1 mol suyun içində nə qədər hidrogen var? 2 hidrogen var. Deməli, amin turşularımızın ikisinin bir yerdə içində 2A plus 2 hidrogen olur. İndi nəzərə alaq ki, amin turşunun birinin içindən OH, birinin də içindən H çıxır. Yəni, hər amin turşu bir də hidrogen itirir bu suyun içində. Onda deməli, əgər mənim bunların ikisində bir yerdə 2A plus 2 qədər hidrogenim varsa, hər amin turşuya düşür A plus 1 qədər hidrogen. Yəni, bunu böldüm ki, amin turşunun arasında cavabımız oldu C bənd. Gəldik bu suala. Baxın, amin turşunun kütləsi M olanda, hidrolizindən alınan amin turşunun kütləsi M plus 3 olub. İndi M nə qədər artıb? 3 qram artıb. Əslində bizdə əgər indi bu amin turşunun mən bu dipeptidin 1 molunun kütləsini bilmirəm. Bunu A ilə işarə eləsəm, dipeptidin kütləsi hidroliz eləyəndə dipeptid özünə nə qədər su birləşdirər? 1 mol. Dipeptid nədir? 2 dənə amin turşu bir-birinə birləşib. 2 amin turşu bir-birinə birləşəndə 1 mol su çıxır. Deməli, dipeptid də hidroliz eləyəndə kütləsi 1 molu tam hidroliz eləsəydi, kütləsi 18 qram artmalı idi. Onda A bərabərdir 18M bölmək 3, bu ilə də 6M. Bu oldu bizim dipeptidimizin molyar kütləsi. İndi 6M özünə 1 mol su birləşdirər və əmələ gələr 2 mol amin turşu. Buradan onda amin turşunun 1 molunun kütləsi olar 3M plus 9. Yəni, cavabımız bu halda D variantı. Bu suala gəlincə. Deməli, baxın, 12 qram amin turşu, daha doğrusu zolal, hidroliz eləyir, özündən nə qədər su ayırır? Baxın, yəni özünə nə qədər su birləşdirib? Zolal hidroliz eləyəndə bu deməkdir ki, özünə su birləşdirib amin turşulara çevrilir. Deməli, gördüyüm kimi 0,54 qram su birləşdirib. İndi mən zolalın nisbi molekul kütləsi, yəni 1 molunun kütləsi olsaydı 50.000, burada özünə birləşdirəcəyi suyun kütləsini tapsam, bu eləyəcək X eləyəcək 2250 qram su. Bu da neçə mol sudur? 2250-ni bölsəm 18-ə, bu 125 mol sudur. Və mən bilirəm ki, ayrılan suyun və yaxud zolalın hidrolizinə sərf olunan su amin turşunun sayından bir vahid az olur. Deməli, amin turşularımızın sayı da olacaq 126.